Doktor, bəzi pasientlər sidikdə qan gördükdə buna fikir vermir və həkimə getmir. Bunun ciddi fəsadları ola bilər. Sidik kisəsində olan poliplər sidikdə qan verə bilər. Bu həqiqi mənada çox təhlükəlidir. Bu xəstəlik özünün bir siqnal verir, xəbərdarlıq siqnalı. Sidikdə qan görürsə bu bir xəbərdarlıq, xəstəliyin xəbərdarlığıdır. Və bizə siqnal verir ki, müayinəyə get. Orada qalırsa polip böyüyür. Kiçik ölçüsə, deyək ki, 1-2 mm, 3 mm poliplər böyüyüb, hətta bu yaxınlarda 8 sm olan polipə belə rastlamışıq. Çünki artıq gecikmiş fazada artıq onun sistektomiya dediyimiz radikal, yəni sidik hissəsi çıxarılmalı. İlkin stadiyada gələrsə, onu utilizasiya edib, kəsib eksis edirik, sonra yerini yandırıb və ona uyğun sidik hissəsinə dərmanlar başlayır və xəstə həyati təhlükəsi olmur. Bu tək sidik hissəsi poliplərində olmur. Yəni xəstə bir dəfə sidikdə qan görür, sizin dediyiniz kimi laqeyd yanaşır. Qan kəsicilərdən istifadə olunur, tanışlarından soruşur, qan kəsicilərdən istifadə və dayanır, bir neçə ay sonra təkrarlayır. Bu sidik hissəsinin polipinə bağlı olaraq yaranan qandırsa, bu həqiqi mənada çox təhlükəlidir. Sonra bir neçə səbəb ola bilər. Sidik hissəsinin daşı ola bilər, divarlara təmas eləyər, qanaxma verə bilər, kiçik qan verə bilər. Sidik axarına düşmüş daş ola bilər, üstdən aşağı yenərkən travmatizə eləyir sidik axarını, qanaxma verə bilər və prostat hətta çox böyüyüb sidik axarını tutar və o zaman böyük prostatlarda da sidikdə qan görünə bilər. Bu vacib nüansdır. Sidikdə qan laxta şəklindədirsə, bu artıq sidik hissəsinin içərisində olan bir problemdən xəbər verir. Qara laxta şəklindədirsə, yox, uzun incə bir sap formasında sidik hissəsi, sidikdə qan görünürsə, bu sidik axarının formasını almış. Deyək ki, sidik axarının yuxarı hissəsində bir daş var, travmatizə eləyir və o qan oradan axa-axa sidik axarının formasını alır və incə bir sap formasında o görünür. Bu biraz daha nisbətən təhlükəsiz, düzdür, ağrılıdır, şiddətli ağrılar verir, bəzən öyümə, qusmalara gətirib çıxara bilər. O qədər ağrı verir ki, ağrı kəsicilərdən istifadə olunur. Qısa və konkret sidikdə qan görülürsə, mütləq uroloji kontrola gəlməlidirlər.